Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Mən Fes Akademiyasının Azərbaycan dili müəllimi Aytaç Həsənova. Bugün sizinlə birlikdə ödənişsiz sınavımızın izahını paylaşmaq istəyirəm. İzaha keçməzdən əvvəl xatırlatmaq istəyirəm ki, bizim ödənişsiz dərslərimizdən, video izahlarımızdan xəbərdar olmaq istəyirsinizsə, 077 598 38 00 messenger nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gəlin keçək birinci sualımıza. Aşağıdakılardan biri çox mənalı deyil. Biz bilirik ki, ümumiyyətlə çox mənalı nədir? Məcazi mənası olan sözlərə deyirik. Kəsmək, sözü kəsmək, söz kəsmək. Burada biz bunu məcazi mənada işlədə bilirik. Demək ki, çox mənalıdır. Şirin, məsələn, şirin söz, çox mənalıdır. Tutmaq, ola bilər buradan sözünü tutmaq. Məcazi məna olduğu üçün çox mənalıdır. Amma qışqırmaq sözünü biz heç cürə məcazi mənada işlədə bilmirik. Demək ki, qışqırmaq sözü çox mənalı ola bilməz. Hansı sözün tələffüzü səhvdir? Addım sözü elə olduğu kimdə qalacaq. Addım, yəni burada yanlışlıq yoxdur. Kainat sözündə A və İ qoşalıqlarının ortasında Y işlənəcək və A uzanacaq. Hətta sözündə qoşa T ilə yazılsa da tələffüzü hətta olacaq. Qalır variant B. Çünki ailə sözündə A və İ qoşalıqlarının arasında Y işlənsə də əlavə olaraq bir də bura A-nın uzanması gəlməlidir. Əgər biz tələffüzdə uzanmanı qeyd eləmiriksə, bu səhv deməkdir. Demək ki, cavabımız olacaq B variantı. Hansı söz səhv yazılıb? Tərbiyə 1 y ilə yazılır, qeydiyyat 2 y, kəşfiyyat 2 y ilə yazılır. Səhv olan C variantıdır, çünki ünsiyyət sözündə 1 yox, 2 dənə y yazılmalıdır. Qoşa, samitli sözdür. Ünsiyyət sözü. Hansı feili kök və şəkilçiyə ayırmaq olmaz? Deməli, feil deyirsə, buradakıların hər birini biz feil olaraq düşünməliyik. Yəni, bunu isim və yaxud da ki, başqa bir mənada yox da, sırf feil kimi işlədəcəyik. Gözləmək feili. Gözləmək feilində biz göz sözün kökü lə leksik şəkilçi, başlamaq feilində baş sözün kökü la leksik şəkilçi, sulamaq feilində su sözün kökü la leksik şəkilçi olacaq. Hansını ayıra bilmirik? Dinləmək sözünü. Çünki dinləmək sözündə din və dinlə sözləri arasında heç bir məna bağlılığı olmadığına görə biz bunu elə bütövlükdə sözün kökü götürəcəyik. Ona görə də cavabımız olacaq D variantı. Hansı sözdə daha çox leksik şəkilçi var? Gəlin sözləri kökə və şəkilçiyə ayıraq. Vətən sözün kökü pərvər leksik şəkilçi, boya sözün kökü boyaq, boyaqçı olacaq bizim leksik şəkilçilərimiz. Yelləncək sözünün kökü yeldir. Çünki biz yel nədir? Külək. Yəni yelləncəyi külək yellədir. Bu formada yadda saxlayıb sözün kökünü yel götürəcəyik. Yelləmək, yellənmək, yelləncək olacaq bizim leksik şəkilçilərimiz. Dağıntı sözündəki isə ümumiyyətlə şəkilçi yoxdur. Çünki dağ və dağıntı sözləri arasında məna bağlılığı yoxdur deyə olacaq sadə söz. Ən çox leksik şəkilçi C variantında 3 leksik şəkilçi olacaq. Hansı variantda verilənlər bir-biri ilə sinonim deyil? Sinonimlərə verilən şərtlərin birincisi budur ki, bütün sözlər eyni nitq hissəsində qalmalıdır. İkincisi isə kökləri fərqli olmalıdır. Rəftar, davranış, gözəl, göyçək, qəmli, kədərli. Bunların hər üçü, məsələn, rəftarda isimdir, davranışda isimdir. Gözəl, göyçək, hər ikisi sifətdir. Qəmli, kədərli, hər ikisi sifətdir və bir-birinə yaxın mənalı sözlərdir. Ona görə sinonim sayılacaq. A variantı isə sinonim deyil. Çünki şirin sözü sifət, şəkər sözü isimdir. Məna yaxın olsa da, məna arasında oxşarlıq olsa da, nitq hissələri fərqli olduğuna görə bunlar sinonim sayılmayacaq. Hansı sözü həm amonim, həm də çox mənalı kimi işlədə bilirik? Olacaq cavabımız C variantı, qol sözü. Göz sözü yalnız çox mənalı ola bilir, ağız sözü də yalnız çox mənalı ola bilir, eləcə də ayaq sözü. Yəni, bunların ikinci bir həqiqi mənası yoxdur ki, biz onu amonim götürə bilirik. Amma qol sözünü biz həm məcazi mənada işlədə bilirik, həm də bir neçə həqiqi mənada. Məsələn, insanın qolu birinci həqiqi mənası, futbolda qapıya vurduğumuz qol ikinci həqiqi mənası və yaxud da ki, imza çəkmək, qol çəkmək. Buradakı qol üçüncü həqiqi mənası. Baxın, 3 həqiqi məna varsa və bir-birindən fərqlənirsə bu mənalar amonim sayılacaq. Amma həm də bunu necə çox mənalı işlədirik? İnsanın qolu həqiqi məna, ağacın qolu, çayın qolu məcazi məna. Demək ki, həm həqiqi, həm məcazi ola bilirsə, biz onu götürəcəyik. Həm deməli amonim, həm də çox mənalı. Antonim olmayan sözlər hansılardır? Antonimlər verilən şərtlərə əsasən bir-birinin əksi olmalıdır. Hər belə deyək, iki söz
eyni nitq hissəsində qalmalıdır və kökləri fərqli olmalıdır. Baxın, B variantında duzlu sözünün kökü də duzdur, duzsuz sözünün kökü də duzdur. Ola bilər ki, bu sözlər bir-birinin əksidir, bir-birinə əks olan sözlərdir. Amma ki, bunların kökü eyni olduğu üçün biz bu sözləri antonim götürə bilməyəcəyik. Yerdə qalan aşağı, yuxarı, irəli, geri, yatmaq, oyanmaq hər biri antonim sayılır. Hansı sözün tələffüzü səhv verilib? Baxaq, sual sözü olduğu kimi qalır. Heç bir dəyişiklik baş verməyəcək. Daha sonra zəif sözündə y gələcək. Demişik ki, qoşa saitlərdən əgər biri idisə, o zaman ortaya y gəlməlidir. Mübariz sözündə a uzanacaq, yerdə qalan heç bir şey dəyişməyəcək. Şagird sözündə sözün sonu d ilə bitir deyə tələffüzdə t-ya keçəcək. Amma bir də burada əlavə olmalıdır şagird, a-nın uzanması. Dedik ki, uzanma fərqli məqam sayılmasa da tələffüzdə mütləq qeyd olunmalıdır. Əgər uzanmanı qeyd eləmiriksə, bu səhv sayılmış olacaq. Biri həm termin, həm də ümumiliklə söz kimi işlənir. Terminlər nə idi? Xüsusi peşə, ixtisasa aid olan sözlər, ümumiliklə sözü isə bizim gündəlik həyatımızda istifadə etdiyimiz sözlərdir. Kafedra, relyef, vod. Bu sözlər ancaq və ancaq termin kimi işlənir coğrafiyada və yaxud da ki, digər fənlərdə. Amma boğaz sözü həm termin, həm də ümumiliklə sözdür. Termin olaraq biz bunu coğrafiyada işlədirik. Amma ümumiliklə söz kimi insanın boğazı və yaxud da ki, digər bir mənada quşun boğazı və s. bu formada işlədə bilirik. Demək ki, cavabımız olacaq C variantı. Bugünlük bu qədər. Əgər video sizin üçün yararlı oldusa, videonu bəyənməyi, paylaşmağı, fikirlərinizi rəy bölməsində bizimlə bölüşməyi unutmayın. Gələn videolarda görüşənə qədər hələlik.